Davud Peyğəmbərin hekayəsi. İsrail oğulları bir müddət doğru yolda oldular. Özlərindən öncə yaşamış babaları Musa kimi tək olan Allaha ibadət etdilər. Sonra isə onlar babaları Musa Peyğəmbərə verdikləri sözü yerinə yetirməyib Allahdan uzaqlaşdılar. Tövratdakı qayda qanunlara əməl etmədilər. Fağıra, yetimə və kasıba acımadılar. Halbuki həm özlərinin, həm də uşaqlarının Allaha boyun əyəcəklərinə söz vermişdilər. Onlar Allahı və ona verdikləri sözü unutdular. Doğru yoldan azmış bir topluma çevrildilər. Allah da onlara buna görə cəza verdi. Bir-birinin ardınca düşmənlər göndərdi. Hər döyüşdə düşmənlər onların kəndlərini dağıdır, mallarını əllərindən alır, uşaqlarını isə öldürürdülər. Çox keçmədi ki, Allahı unudan cəmaata daha böyük bir bəla gəldi. Calut adlı çox zalım bir hökmdar onlara hücuma başladı. O, İsrail oğullarının torpaqlarını öz mülkü etmək istəyirdi. Calut Allahı tanımayan insanlara zülm edən biri idi. Özünü hər şeydən və hər kəsdən üstün bilirdi. Ağıl da məndə, mal da məndə, mülk də məndə, zənginlik də məndə, ordular da məndə, hər şey məndədir, deyirdi. Beləliklə döyüş başladı. İsrail oğulları Calutun ordusuna məğlub oldular. Onlardan bəziləri əsir düşdü, bəziləri isə kəndlərindən qaçaraq özlərinə təzə məskən axtarmağa başladılar. Yurdlarından qovulmuş İsrail oğulları içərisində ağıllı olanlar dedilər: Gəlin Allaha yalvaraq ki, bizi bağışlasın. Artıq hər kəs peşman olmuş halda Tövratda deyilənlərə əməl etməyə başlamışdı. İsrail oğulları məğlub olduqlarını gördükdə ədalətli bir hökmdara ehtiyacları olduğunu düşündülər. Çünki insanlara ədalətli bir hökmdar rəhbərlik etməli idi ki, güclü zəifi əzməsin. Günlərin bir günü İsrail oğulları peyğəmbərlərinin yanına gəlib, onlar üçün bir başçı seçməsini istədilər. bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq, Dedilər. Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız. Onlar dedilər: Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq? Dedilər. Allah çox mərhəmətlidir, istəkləri yerinə yetirəndir. O bəndələrinin istədiyini onlara verdi. Zalım Calutla vuruşması üçün Talutu İsrail oğullarına hökmdar seçməyi əmr etdi. Peyğəmbərləri İsrail oğullarına: Allah Talutu sizə hökmdar seçib, dedi. Lakin onlar yenə də nankorluq edib, Talutun var dövləti olmadığı halda o bizim hökmdarımız ola bilməz, söylədilər. Halbuki Talutu İsrail oğullarına hökmdar seçən Allah idi. Allah Taluta iman, elm, güc və bacarıq vermişdi. Talut uca boylu və çox qüvvətli idi. O qədər nəhəng idi ki, hər kəs ondan çəkinirdi. O Allaha qulluqda da hamıya nümunə idi. İsrail oğulları Talutun hökmdarlığının Allah tərəfindən olduğuna inanmırdılar. Bunu sübut etməsi üçün peyğəmbərlərindən onlara bir əlamət göstərməsini tələb edirdilər. Bir gün peyğəmbərləri onlara: Talutun hökmdarlığının əlaməti olaraq sizə bir sandıq gələcəkdir, dedi. Mələklər xəbər verilən sandığı səmadan yerə endirdilər. Sandığın içərisində İsrail oğullarının babalarından qalmış və Musa peyğəmbərə verilmiş Tövrat kitabı var idi. Sandıqda həmçinin babaları Musanın və Harunun ailəsindən qalan bəzi əşyaları da var idi. Bu əlamətləri gördükdən sonra İsrail oğulları Talutun başçı olmasına razılaşdılar. Talut İsrail oğullarına döyüşməyi öyrədib, qısa bir zamanda onları güclü əsgər kimi yetişdirdi, böyük bir ordu hazırladı. Artıq Calutla döyüş vaxtı yetişmişdi. Talut öz qoşunu ilə uzun bir yola çıxmalı və Calutun qoşununa hücum etməli idi. Allah əsgərləri sınamaq üçün onların qarşısına bir çay çıxaracaqdı. Bu əsgərlərdən kimin sona qədər Taluta sadiq olacağını yoxlamaq üçün idi. Həm də həmin çayın suyu zərərli idi. Onu içən qüvvəsini itirə bilərdi. Talut üzünü əsgərlərinə tutub dedi:
Sizin qarşınıza bir çay çıxacaqdır. Allah o sudan içməyi sizə qadağan etmişdi. Nə qədər susamış olsanız da o sudan içməyin. Yalnız bir ovuc içib dadına baxın. Əgər Allahın bu əmrinə əməl etməsəniz, gücdən düşə bilərsiniz. Əsgərlər yollarına davam edirdilər. Uzun yol getdiklərinə görə çox susamışdılar. Şeytan yenə də hiylə işlətmək və insanları yoldan çıxarmaq istəyirdi. Axı o insanın daimi düşməni idi. O insanların Allahın əmrlərini yerinə yetirmələrini istəmirdi. Şeytan əsgərlərin qəlblərinə girdi. Sənin nə qədər su içdiyini heç kəs görməyəcək. İstədiyin qədər iç. Deməklə, onların fikirlərini qarışdırdı. Beləcə şeytan əsgərlərin çoxunu yoldan çıxardı. Çayın kənarına çatdıqda əsgərlər şeytanın tələsinə düşərək Allahın əmrini unutdular və çayın suyundan doyunca içməyə başladılar. Talut və yanındakı əsgərlər isə yalnız bir ovuc içib çayın kənarından uzaqlaşdılar. Talutun sözünü dinləməyib sudan içən əsgərlər güclərini itirdilər. Talut və onun dediyinə əməl edən insanları isə onunla birlikdə çayı keçdilər. Bir gün Talutun ətrafındakılar ona dedilər: Bu gün bizim Calut və onun qoşunu ilə vuruşmağa gücümüz çatmayacaq. Sayımız çox azdır. Calut və qoşunu isə güclüdür. Onların içərisindən Allahın hər şeyi edə biləcəyinə inananlar isə dedilər: Neçə-neçə azsaylı dəstələr Allahın izni ilə böyük ordulara qalib gəlmişlər. Biz səbr edib sudan içmədiyimiz üçün Allah bizə kömək edəcəkdir. Bununla da vuruşmaq üçün hazır olduqlarını söylədilər. Döyüş vaxtı çatdıqda Allaha inananların ordusu inanmayanların ordusu ilə qarşı-qarşıya gəldi. Allaha inananların başında Talut dayanmışdı. Azğın olan dəstənin başında isə Calut idi. Calutun ordusunun hər bir imkanı var idi. Talutun ordusunun isə Allaha inamı var idi. Allah inananların yardımçısıdır. Talutun əsgərləri Calutun qoşununun qarşısına çıxmaqdan öncə dua etdilər. Allahdan kömək istəyib: Ey Rəbbimiz, bizə səbir ver, qədəmlərimizi möhkəmlət və imansızlar üzərində qələbə çalmaqda bizə yardım et, dedilər. Calut əynindəki zirehli paltarı, iri gövdəsi, uzun boyu ilə dəstəsinin önündə çox qorxunc görünürdü. Onun bu görkəmi qarşıdakıların qəlbinə qorxu salırdı. Birdən Calut: İçərinizdən qarşıma çıxmağa cəsarət edən varmı? deyə qışqırdı. Davud Talutun dəstəsində çox igidliklə vuruşan bir sərkərdə idi. O Allahdan başqa heç bir şeydən qorxmurdu. Güc və qüvvətin, mal, mülk, vücud və görkəmlə olmadığına, yalnız Allah tərəfindən verilməsinə inanırdı. Calutu kim öldürərsə, Talut onunla qızını evləndirəcəyini vəd etmişdir. Davud qabağa çıxaraq: Ey Calut, özünü çox öymə, tezliklə mənim cəsarətimi görəcəksən, dedi. Çox keçmədən Davud böyük bir igidlik və məharətlə zalım Calutu öldürdü. Xalq Calutun zülmündən xilas oldu. Hamı qələbənin sevincini qeyd etdi. Öz köhnə yurdlarına qayıdaraq yenidən gözəl həyata başladılar. Talut qızını Davuda verdi. Talut öz dövrünü başa vurduqdan sonra hökmdarlıq Davuda keçdi. Davud xalqına çox ədalətli və mərhəmətli hökmdar oldu. Allah Davuda hökmdarlıqla yanaşı peyğəmbərlik də vermişdi. O Allaha çox ibadət edirdi. Davud peyğəmbər bir gün oruç tutub, o biri gün dincəlirdi. Şəriətdə buna Savmu Davud və ya Davud orucu da deyilir. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üst tutardı. Allah Davud peyğəmbərə çox gözəl səs vermişdi. Allah ona Zəbur adlı müqəddəs kitabı da vermişdi. Davud peyğəmbər Zəburu oxuyar, insanlar kitabda yazılanları onun gözəl səsindən dinləyər və heyran qalardılar. Zəburu dinləyənlər həm də onu əzbərləyərdilər. Zəbur oxunduqda göydə uçan quşlar belə qanadlarını saxlayar, Davud peyğəmbərin səsinə qulaq asardılar. Davud peyğəmbərin zamanında çoxlu müharibələr olurdu.
O zaman dəmir zirehləri çox çətinliklə düzəldirdilər. Amma Allah Davud peyğəmbərə dəmiri yumşaltmaq möcüzəsini də vermişdi. O əli ilə dəmiri çox asanlıqla əyərək istədiyi şəklə salırdı. Döyüşçülər üçün zirehli geyimlər və silah düzəldir, bununla da ölkəsini düşmənlərdən mühafizə edirdi. Davud peyğəmbərin ordusu bütün döyüşlərdə qələbə çalırdı. Bu möcüzələr Davud peyğəmbərin hökmdarlığını möhkəmlətmişdi. Allah Davud peyğəmbərə düzgün qərar çıxarmaq qabiliyyəti də vermişdi. O, haqqı naxaqdan ayıran ədalətli bir hökmdar idi və heç vaxt öz mülkü ilə öyünmürdü. Bir gün Davud peyğəmbər məbəddə ibadətlə məşğul olduğu vaxt onun yanına 2 adam gəldi. Halbuki Davud peyğəmbər məbəddə ibadət edərkən onun qapısı bağlı idi. Həmin şəxslər məbədin divarını aşıb içəri girmişdilər. Davud peyğəmbər çox qorxdu. Onlar isə Davud peyğəmbərə dedilər: Qorxma, biz 2 iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalayıb. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər. Bu mənim qardaşımdır. Onun 99 qoyunu, mənim isə bircə qoyunum var. Bununla belə qardaşım məndən qoyunumu ona verməyimi istədi və mübahisədə mənə üstün gəldi. Davud peyğəmbər qarşı tərəfdən heç bir şey soruşmayaraq belə dedi: O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə qarşı haqsızlıq etmişdi. Həqiqətən şəriklərin çoxu bir-birinin haqqını tapdalayarlar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar. Həmin 2 şəxs güldü və getdi. Davud peyğəmbər hökm verməkdə tələsmişdi və qarşı tərəfə qulaq asmadan qərar vermişdi. Davud bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən o bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdı. Davud peyğəmbər insanlar arasında oturar, Allaha ibadətdən, ona səcdə etməkdən danışardı. Bir gün Davud peyğəmbər yenə də insanların arasında idi. Elə bu vaxt ona oğlunun olması xəbərini gətirdilər. Davud peyğəmbər çox sevindi və oğluna Süleyman adını verdi. Davud peyğəmbər oğlu Süleymanı ən bacarıqlı müəllimlərə həvalə etdi. Ona sarayda çox gözəl tərbiyə və elm verildi. Günlər şadlıq içində keçirdi. Hər kəs çox rahat yaşayır və Allaha ibadət edirdi. Hamı verdiyi nemətlərə görə Allaha şükür edirdi. Hər bir insan kimi dünyadan getmə zamanı Davud peyğəmbərə də gəlib çatdı. Günlərin bir günü o da ruhunu Allaha təslim etdi.